Salamlar əziz izləyicilər, böyük gələcəyə kiçik addımlarla verilişinin növbəti qonağı Rüzgar Zamanovdur. İlk öncə salamlayıram Rüzgar Zamanov. Səni neçənci ildə harda dünyaya göz açırsınız? 2015-ci il təvəllüdlüyəm. Toz rayonunda anadan olmuşum. Neçənci ildə futbola başlamısan, neçə il qabaq? Mən 4 il oynamışım. 4 ildə artıq futbol meydanlarında mübarizə aparsın. İlk başladığın futbola başladığın klub hansı olub? Gənclər. Gənclər. Daha sonra? Daha sonra Sabaha keçmişdim. Və daha sonra isə Vətənə gəldim. Vətən komandasında. Qapıçı mövqeyində mübarizə aparmısan hər üç komandadan. Bəli. İlk komandadakı nömrəni xatırlayırsanmı? Bir nömrəydim mən. Daha sonra Sabahda mən oyuna çıxmadım. aha. Daha da Vətən komandasında isə 12 nömrə. Qayda pozu olmuyor. Ya Zərbə Rüzgar Zamanov. İlk məşqçin kim olub? Mənim ilk məşqçim Asiyat müəllim. Sabah komandasında və indi də Gözəl müəllimdən Mehman müəllim. Bəli. Qapıçı mövqeyini futbol meydanlarında ən çətin mövqelərdən biridir bildiyimiz qədərilə. Özünü seçmisən və yaxud da kimisə təkid edir. Mən əslində hücumçu olmaq istəyirdim. Lakin Gənclər komandasında qapıçı olmağı üçün mənə qapıçılığa dəvət etmişdi. O zamandan bəri də qapıçı oldu. Və ondan sonra qapıçı mövqeyində öz könlünə xoşuna qapıçı olmağın kifayət qədər çətin yönləri var. Sənə görə qapıçı olmağın ən çətin yönləri hansıdır? Reaksiyon vermək. Yəni çox çətin. Qapıya Zərbə Rüzgar Zamanov. Qapıçı komandanın yarısı deməkdir. Məğlub olduğum oyunlarda qapıçı günahkar, müqəssir, bu qazandığım oyunlarda qapıçının dillər payı olmaz. Belə bir münasibət istəyirəm, yoxsa ki, məğlub olduqda da, qələbə qazandıqda da eyni münasibət göstərilirsə? Məğlub olanda bəzən üzərimə düşürürlər. Yəni bu səhvləri etdiyinə görə. Bəli. Qapıçı məşqçin kim bilinir? Qapıçı müəllimin Xəyal Zeynaloğludur, bir də Murad müəllimdir. Hər ikisinin eyni vaxtda dərs alırsan, yəni məşq edirsən. Murad müəllimlə də şeyləyəm. Məşq olun, məşq edirsən. Həftədə neçə dəfə məşq olurdun? Həftədə tətildəyəndə hətta bir dəfə, 2 dəfə olur, bir dəfə. Amma tətildən qabaq 2 dəfə edirdim, vətən istəyəndə. Bir oyunda, bir dənə də ələ var idi. 4 gün. Həftənin 4 günü, 2 gün 4-ünü həsr edir. Qapıya Zərbə Zamanov. Rüzgar Zamanov. Dəfə düşür. Nəhəng qapıçı. Təhsilinə hani yaradır mı? Bəzən olsun ki, dərsdən yanıcıq çıxır. Yəni məşqlərə görə. Bəli. Elə olduğu təqdirdə qida rasyonu pozulur. Bir qapıçı üçün qidalanmaq çox vacibdir. Amillərdən biridir. Həm boya amili, həm də ki, qidalanma doğru olduqda da fiziki göstəriciləri də çoxalır. Təhsil yaradır mı? Çətinlik yaradır mı? Deyir. Amma təhsilinə belə anladığın qədərilə kiçik də olsa, dərsləri necə oxuyursan Rüzgar? Normal. Yaxşı, orta səviyyədə. Senin rəhbərin kim gəlir? Sevindim. Sevimli. Direktorunuzun adını deyə bilərsən. Həqiqət. Annesini verə məktəbdə. Cüzan. Başıra hansı rayondadır? Bakıda Nizami rayonunda. Nizam rayonunda. 210 ölmüşdür də. Azərbaycan dilində başqa bir dillə bilirsənmi? Türk dilində və ingilis dilində biraz belə. 7-ci dərsdən çıxıb məşqlərə gedirsən. Çox mu sevirsən futbolu? Bəli. Belə deyək, səhər oyunların çox zaman olurdu. Biz çempionatda bərabər məşqin oyunlarda şəhət düşən. Səhər yuxu sisteminə təsir edirmi məşqləri? Xeyr. Yəni, qane edirsən yatmaq. Bəli. Futbolla bərabər sevdiyin bir iş varmı? Şey çıxdı. Ancaq futbolla. Bəli. Gün zərbəsi Zamanov. Qaydan top. Qapıçı olaraq məhəl futbolunda oynayırsan. Qapıçı olanda mən reaksiya vermirəm. Yəni zədələrdən qaçınırsan. Bəli. Amma çempionatda olduğun halda isə bundan çəkinmirsən. Bəli. Olur mu ciddi bir zədə? Qapıçı olaraq qapıçı mövqeyi çox çətin bir mövqeyi. Olur mu ciddi bir zədə? O futbolda olmuyor. Yəni futbolun kənarında da var. Yəni olur, ayağım sınmışdı, sonra çıxmışdı. Anladım. Şuna bu artıq zədən sağ. Yaxşı, heç futboldan istəyin olub mu yəni? Futbol oynamayacaqsan və s.
Eyvallah. Yağışda, boranda qörpür. Arada mən görmüşəm siz Barsa Pasivetdən komandası olaraq. Şucan. Güllə kimi gəlirlər amma Ruzgan Zamanov. İmkan vermədi. Kərim Qasımın zərbəsinin zamanı. Ələ yağ yetirir. Komanda yoldaşlarından ən çox kimlə yola gedəcək? Yəni daha Oğuzlar. bizdə bir mövqedə iki sevab həm sən, həm də ki Əli bəyanat. Ağlın rəqabət aparır deyilsiniz. Bəli. Başqa bir komandada. Yəni sizinlə yox, başqa bir komandada. Bir futbolçu var mı ona simpatiya bəsləyir? Bəli var. Aşçı komandasında. Murat. Soyadım bilmiyorum. Qatçı xeyir. Hücumçudur. Ona qarşı varsa aparmısan mı? Ona qarşı mübarizə yapamamışam amma dostum. Dost həkimlərinə qarşı. Yəni ideal futbolçudur və simpatiyalı. Məşqlər zamanı, qapısı məşqlər zamanı sənin komanda yoldaşlarından daha çox yəni məşğul olmağın lazımdır. Çünki qapıcı olaraq reaksiyaları möhkəmlətməlisən və böyütməlisən. Yorğun olursanmı yəni bu halda? Bəli. Yox. Tovuz halində qeyd etdik. Niyə göstərsəm? Sevdiyim bir yemək var mı? Tovuz bölgəsindən çox sevdiyim xəncər. Desəydim məndən dedi. Təmir yeməklərini bilirsən. Bəli. Sevdiyim bir ölkə var mı? Fransa. Sevdiyim bir maşın var mı? Mercedes. Sesimlər. Sevdiyin favorilər və bunları əlavə etsək və sənə saysız, hesabsız bunlardan versək, sonsuz xəncər, sonsuz maşın sayısı və Fransa yaşamaq. Futboldan uzaqlaşmaq desəm. O qəbul edib biznesi öyrənələrdir. Mən futboldan uzaq. Əmri cavabı təbii ki, sən cavabı biznesi hansı mövqeyi? Biznesin restoran tadlarınəsiz. Restoran sistemi. Maraqlı seçimlərim var. Biznesə qeyd etdim. Mən hazırda futboldan səninlə danışırım və yenə istəyirəm futboldan danışırım. Kumirin var mıdır futbolçu olaraq? Sevdiyim, bəyəndiyi. Benim beğendiğim Ronaldo. Qapıcıda kumirin olsa Devyaşın. çox bəyənirsən də bir yaxşı bir anam belə. 11'lik qura bilərsənmi? Və qurmamışdan öncə öz komandan olsa adını nə qoyarsın? Son komandasını təzə gətirmək istəyərəm. Turan Toz olmuşdu deyə. Turan, bir dənə də Toz Sit ola bilər. Olsun. Komandanın qapıcısı, Devyaşın. müdafiə xəttini deyək. Solda Roberto Carlos, sağda Kadı. Ortada da Beckenbauer'dan Maldini koymak isterim. Çox malısı Beckenbauer seçməyi, Leviaşını seçməyi. Yarım müdafiə xəttə. Yanında müfəyə xəttində axıra mən Toni Kroos koymak isterim. Ortada Maradona ilə Pele. Elson bəs. Hücumda ortadan Ronaldo, Ağzına zarə geçirik. sağda Ronaldo istəyirəm, solda da Neymar. Bəs bir dənə Messi? Yəni sənin kumirin içində yox. Baş Messi'ni kim qoymaq istəyirsən maraqlı? Boş məhdəmə kompani koymak isterim. Sən kompani. Bəs yaxşı, həmin mövqelərdə oynamaq sənə icazə verilsə, kimi meydandan çıxardıb onun mövqeyində oynamaq istəyirsən? Mənim üçün Qapıcı ən zevk olaraq. olan Toni Kroos olur. Sən həmin mövqedə oynaya bilərsən. Bəli. Və komandandan bir kiminsə həmin 11'in içində daxil edə bilərsən. Mənim düşündüyümə görə böyük şanlıqda xeyir olmaz. Mənə görə namus sağlığı olsa dünyanın ən güclüləridir. Yəni bunlardan. Futbol deyiləndə sənin ağlı içinə gəlir. Yəni sənə futbol haqqında danışan nə düşünürsən? Böyle futbolçu olmaq mı? Profesyonel olmaq da böyük komandada oynamaq. Böyük komanda anlayışı Azərbaycanda olsa hansı komanda oynar? Toronto sənin üçün böyük. Bəs Avropada Avropadan mənim düşüncə Liverpool. milli səviyyəsində əgər oynasan hansı komanda oynamaq? Millidə Azərbaycanımıza. Dünya çempionatına hal-hazırda davam edib.
Dünya çempionatında sənin üçün favorit komanda. Portuqaliya. İşləyən zaman deyilləri düşünmədim. Bəli. Özgər, sözün əslində səni kifayət qədər çox əla cavablar verdin. Səmimi cavablar verdin. Yaxşı. Əgər sənin atanla münasibətin mən bildiyimə görə çox əla. Atan səndən futboldan uzaqlaşırsa, uzaqlaşarsan? Xeyr. Yaxşı, yenə dünyaya gəlsən. Nasıl öyrədim? Ənənəli sualdan mı verəcəm? Futbolçu mu olmaq? Bəli. Və mən sənə uğurlar arzu edirəm Özgür. İnanıram ki, qətiyyətli işlər görəcəksən. Futbol aləmində kifayət qədər söz sahibi olacaqsan. Kifayət qədər böyük klublarda oynayacaqsan. Mən sənə uğurların daha çox olmasını arzu edirəm. İnanıram ki, çox möhtəşəm işlər görəcəksən və futbol aləmində kifayət qədər səs eşidiləcək. Sənə uğurlar arzu edirəm futbolun məşəqqətli yolda, ağır yolda. Uğurların bol olsun Özgür. Təşəkkür edirəm, dəyərli vaxtınızı sərf etdiniz. Çox sağ ol. Uğurların bol olsun Özgür.